Salam, mən sadəcə bir tələbəyəm. Səhər az qarna dərs, günorta az qarna dərs, axşam isə bu qədər informasiya beynə necə yerləşir sualı ilə yaşayırıq. Qədirxum bayramı gələndə isə nəfəs alıram. Biraz ruh, biraz rahatlıq, biraz da WhatsApp statusuma nə yazım düşüncəsi. Bu bayramda böyük şeylər eləmədim. Nə indirim kampaniyam var, nə də rəflərlə hədiyyələr. Axı mən tələbəyəm. Amma az büdcəmlə dostlarıma kiçik, rəngarəng saç sancağı və şokolad aldım. Həm bayramı xatırlamaq, həm də səni düşündüm deməyin tərzi. Bəzən bir isti söz, bir saç sancağı, bir təbəssüm bayramın ruhunu yaşatmağa kifayətdir. Bəs siz Qədirxumu necə yaşayırsınız? Qeyd edin, bəlkə ilham alaram. Növbəti bayramda saç bandı da əlavə eləyərəm. Bizimlə şərhlərdə bölüşməyi unutmayın. Sağ olun.